dəstəgirt mədənidir. Bu mədən yaxınlıqdakı ekosistemə dağıdıcı təsir göstərib. Bir zamanlar 6000 nəfərin yaşadığı dəstəgirt şəhəri indi tərk edilmiş vəziyyətdədir. Orada 200-dən az insan qalıb. Xüsusilə Bazarçay hövzəsindəki mədən fəaliyyəti nəticəsində Haqarıçay və Araz çaylarına ağır metallarla yüklü hissəciklərin axıdılması baş verir. İranın Peyamim adlı ekoloji qəzetində yayımlanan son hesabata görə Araz çayında 59 ağır metal, o cümlədən alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadyumun yüksək konsentrasiyası mövcuddur. Kür və Araz çayları Azərbaycan ərazisindən keçir və onun yuxarı və orta axarları coğrafi olaraq Ermənistan ərazisində yerləşir. Ona görə də ona qovuşan istənilən transsərhəd çayın hövzəsində mədənçilik fəaliyyəti, filiz çıxarma fəaliyyətləri həyata keçirirsə, hökmən onun mənfi təsirindən Azərbaycan da yəni öz töhfəsini götürür. Həmçinin qonşu ölkələr, İran, elə Gürcüstan, Pəmbək çayı vasitəsilə Gürcüstan da çirklənilir. Briefingdə qeyd edildi ki, 13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı artıq Environmental Protection First koalisiyasına qoşulub. Ermənistanın ekoloji standartları əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və ESPO konvensiyasına açıq müraciət ediblər. Ancaq təəssüf ki, bununla bağlı hələ ki heç bir nəticə yoxdur. Məlik İnqilablı